Siz hesab edirsiniz ki, sərhəddə hansısa bir kiçik toqquşmalar ola bilər, amma müharibə ehtimalı sıfıra bərabərdir. Hərbi birisi eskalasiya gedə bilərlər. Ermənistan baş naziri Paşinyanı müxalifət ittiham edir ki, o satqındır, o dönüşdür, o erməni milli maraqlarını satıb və s. bu kimi ittihamlar var. Və belə reallıqda isə Paşinyan əslində satıb eləməyib. Paşinyan güc faktının qarşısında məğlub obrazı, məğlub statusa enib. Azərbaycan gücü qarşısında. Yəni radikal mövqe tutsa, revanşistlər kimi özünü aparsa nəyə nail olacaq? Qarşısında bu qədər güclü dövlət, qarşısında Azərbaycan dövləti, onun güclü lideri, onun formalaşdırdığı güclü ordu, dəmir yumruğa çevrilmiş xalq, güclü iqtisadiyyat və bu faktorlar qarşısında o nə edə bilər? Heç nə edə bilməz. Xarici təsir məcbur eləyə bilərlər. Xarici təsir də, amma mənə elə gəlir ki, Paşinyan onun bir məşhur kepkası var, xatirəsi inqilabda, onu hər gün kərdən bir qarşısına qoyur və düşünür ki, bu ermənipərəst siyasi dairələrə çox da etibar etmək olmaz. Ona görə etibar etmək olmaz ki, beynəlxalq dairələrə etibar etmək olmaz ki, çünki Ermənistan, əgər onlar doğrudan da Ermənistana kömək edəndilərsə, niyə 2-ci Qarabağ müharibəsində köməklik edə bilmədilər? Niyə 2023-cü il antiterror bizim əməliyyatlarda Ermənistana köməklik edə bilmədilər? Niyə? Çünki güclü Azərbaycan dövləti var, onun ordusu var və güclü müttəfiqlərimiz var. Bu reallıq qarşısında ancaq kənardan, necə deyirlər, gedən qatarın dalıca danışdılar. Ondan uzağa gedə bilmədilər. Bir də bizim yaxşı bir el misalı var, deyir, karvan it və karvan keçər.